Tarixi İçərişəhər bugün qapılarını növbəti möhtəşəm tədbir üçün açdı. Qoşaqala meydanında Qarabağ Mədəniyyət Xəritəsi, hər rayonun öz səsi adlı geniş miqyaslı festivalın açılış mərasimi baş tutdu. Mədəniyyət Nazirliyi, İçərişəhər İdarəsi və Qeyd İctimai Birliyinin birgə təşkil etdiyi layihənin əsas məqsədi Qarabağın zəngin mədəniyyətini, səsini və ruhunu paytaxta daşımaqdır. 2 gün davam edəcək festival çərçivəsində İçərişəhərin tarixi ab-havasında canlı musiqi proqramları, ənənəvi sənətkarlıq sərgiləri, ustad dərsləri və əlbəttə ki, Qarabağ mətbəğinin milli təamları təqdim olunur. Qoşaqala meydanı bugün Qarabağ mədəniyyətini özündə əks etdirən bir məkana çevrilib. Ziyarətçilər bir tərəfdən milli musiqilərimizi dinləyir, digər tərəfdən isə Qarabağın sənətkarlıq nümunələri ilə yaxından tanış olurlar. Ərazidəki canlanma göstərir ki, Qarabağ mədəniyyətinə maraq kifayət qədər böyükdür. Tədbirin rəsmi hissəsində çıxış edən İçərişəhər İdarəsinin sədri Rüfət Mahmud bu cür festivalların milli yaddaşımızın qorunması və mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Layihənin ideya müəllifləri isə bildirdi ki, bu festival hər bir Qarabağ rayonunun özünə məxsus mədəni kimliyini bir platformada birləşdirir. Nazirli Maliyyə dəstəyi, İçərişəhər Tarix Memarlıq Qoruq İdarəsi və Qeyd Sosial Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığına həyata keçirilir. Festival 29 və 30 may tarixlərində keçiriləcəkdir. Festivalın əsas məqsədi insanlara Qarabağın mədəniyyətini, mətbəxini, onun ustad dərslərini tanıtdırmaqdır. Biz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsi nəticəsində qrant qalibi elan olunmuşuq və qrant müsabiqəmiz böyük qrant müsabiqəsi adlanırdı. Həmin qrant müsabiqəsindən sonra festivalımız qəbul olundu və işin icra prosesinə keçdik. İcra prosesini biz 29 və 30 may 2026-cı il tarixlərini seçmişik. Qarabağ haqqında bu festivalı keçirməyə planladıq. Təbii ki, siz bilirsiniz ki, Bakı şəhərində, İçərişəhərdə çox festivallar keçirilir, ancaq Qarabağ festivalı ilk dəfədir ki, bu dərəcədə keçirilir və bunu da biz etmək qərarına gəlmişdik. Eyni zamanda xüsusilə qeyd edim ki, yerli əhali ilə yanaşı turistlərin də xüsusi marağını cəlb edir. Burada olan milli geyimlər və Qarabağın mətbəxi. Rəsmi hissənin ardından start götürən rəngarəng bədii proqram və konsert çıxışları həm paytaxt sakinləri, həm də şəhərimizin qonaqları tərəfindən böyük maraqla qarşılandı. Xatırladaq ki, festival mayın 30-na qədər davam edəcək.